غير دين الله يبغون وله أسلم من في السماوات والأرض طوعا وكرها وإليه يرجعون. Bu balaca cihazdan ehtiyatlı olun. Hansı ki adamların çoxunu boş-boşuna oyalamışdır. Bu balaca, əl boyda olan cihaz böyük kişiləri tam bihudə etmişdir. Onun adı da telefondur. Onların 7, 8 və ya 9 saatlarını əllərindən alır. Bəzi elm tələbələrini elm tələb etməkdən saxladı. Bəzi övladları valideynlərinə yaxşılıq etməkdən geridə saxladı. Onun üçün darıxan, anasını, atasını ziyarət etməyə gəlir. Başlarını öpüb yanlarında oturub telefonu qurdalayır. Vallahi, bu heç də valideynlərə yaxşılıq deyildir. Necə olur? Şəfqətlə gözləmişdilər səninlə oturmağı. Onlarla biraz gözəl danışıb, sonra yenə telefonunu qurdalamağa davam edirsən. Bu valideynlərlə ədəbdən deyil. Telefon sənin azadlığını əlindən almasın. Səni əsirliyə salmasın, qardaşım. Onun üçün vaxt təyin et. Telefon səni hədər etməsin. Məsələn, səhər sənin üçün faydalı olan, haram olmayan bir proqrama girmisənsə, İlk girişinlə sonraki girişin arasında böyük fasilə qoy. Elm tələbəsinin, müsəlmanın, istənilən müsəlmanın həyatı çox dəyərlidir. Onu itirməyin. Özün üçün müəyyən olunmuş vaxt təyin et. Ondan sonra söndür. Bu telefon səni əbəs etməsin. İnsanın həyatı beləcə itir. Yollar maşın trafikləri ilə doludur. Dünyalıq işlər çoxdur. Evin məsuliyyəti var. Sonra telefon da gəlir ki, səndən gününün 1/3 və ya 4/1 alsın. Dünyavi işlərin üçün haçan boşalacaqsan? Allaha itaət üçün, ibadət üçün, zikirlərin üçün. Ey qardaşım, ey elm tələbəsi, bunu qayda olaraq götür və diqqətlə dediklərimə fikir ver. Əgər bu telefon sənin səhər və axşam zikirlərini trafikə salırsa, bil ki, yanlış yoldasan. Ay qardaşım, bu əbəs şey səni bu dərəcədə əbəs etməsin. Öz zikirlərini et. Qardaşım, zikirlərini qutarmadan ona baxma. Unudub yatıb qalmayasan. Sənin Qurandan gündəlik payına gəldikdə iş bu yerdədir. İnsan hər gün Qurandan bir cüz oxuyur. Telefonda xəbərləri, yenilikləri təqib etdi. Təzə statuslar gəldi. Onları izlədi. Günün sonunda deyir, bugün ancaq yarım cüz oxudum. Bu sənin qəflətinə görədir. Bu xətadır. Sənin gündəlik Qurandan olan payından səni heç nə saxlamasın. Telefon ya da telefondan qeyrisi. Ancaq xəstəlikdən başqa, hansı ki sənin ondan bir çıxış yolun yoxdur. Hətta səfərdə olsan da, ey qardaşım, öz əzbərindən oxu. Hətta həkimin yanına getmiş olsan, özünlə Quran kitabını götür. Telefonda olan Qurandan və ya qeyrisindən oxu. Bu işlər bizim ömrümüzü hədər etməsin. Bunlar məhdud nəfəslər, günlər və məhdud saatlardır. Bu həyatdan gedəcəyik. İnsan həyatını qiyamət günü tərəzilərdə ağır gələn şeylərin üzərində bina etməlidir. Ancaq ömrünü itirmək, özü də elm tələbəsinin bu şəkildə, bu yanlış bir gedişdir, qardaşlarım. Həqiqətdə bu bir tutqunluqdur. Böyük fitnədir. Və o, insanların həyatını təəccüblü bir itki ilə itirmişdir. Onu da zorba və ya əzici sultanlar yox, ya da böyük bir kimsə yox, balaca bir cihaz edir. İnsanın həyatını o qədər hədər edir ki, hətta maşın sürə-sürə ona baxır. Məsciddə oturub onun haqqında fikirləşir. Hətta o valideynlərinin yanındadır, özü isə telefona baxır. Hətta Subhanallahu və bihamdihi deyir, amma ona baxır. Hansı zikirdir bu? Nə zikirdir bu? Allahı zikr edib dua edirsən və deyirsən, Allahım məni bağışla və sən telefona baxırsan, bu halda qəlb necə dil ilə bir araya gələ bilər? Qəlb ümumiyyətlə qəflətə düçar olur. Şeytan səni Quranı təfəkkür etməkdən və diqqətli olmaqdan yayındırır. Belə bir işi necə görürsən? Hətta bəziləri Subhanallahu və bihamdihi zikrini edir və telefona baxır. Ey qardaşım, bu zikrin ədəblərindən deyildir. Bilmək lazımdır ki, bu cihaz böyük kişiləri, ağıllı, elm tələbələrini hədər etməməlidir. Özün üçün bir hədd təyin et və öz nəfsini həmin yerdə tutub saxla. Özünü buraxma. Xəbərlər çoxdur və növbənövdür. Sən onları neyniyəcəksən?
Onlardan məhdud sayda lazım olanı götür. Hətta bəzi insanlar oturub, öz ailələri ilə yemək yediklərində belə telefona baxır. Amr ibn Sələmədən rəvayət olunan hədisdə deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm oğlanın əli qabda dolaşdığı vaxt deyir, ay oğlan, bismillah de, sağ əlinlə ye, öz qabağından ye. Kişi öz oğluna nəzarət etməlidir. Deməlidir ki, ədəbli ol, ey oğlum. Hətta onlar yemək yeyərkən telefona baxırlar. Subhanallah, bu dərəcədəmi? Bil ki, fitnə cürbəcürdür. İnsanlardan bəziləri bunun kimi şeylərlə fitnəyə düşür. 7 saat telefonda keçib getdi, 7 saat yuxuda keçib getdi. Ömründən nə qədər qaldı? Bilirsənmi, əgər 8 saatın yuxu ilə keçsə, özü də ki, yuxu zəruridir. Heç kəs səni ona görə qınamır. Bilirsənmi, 30 yaşında ömrünün sadəcə 20 ilini yaşamış olursan. Ömrünün 1/3 yuxu ilə keçmişdir. Bu təbii bir haldır. Yatdığına görə heç kəs səni qınamır. Sonra telefon da gələcək. Yuxunu sıxışdıracaq və 8 saat götürəcək. Ömrünün 2/3 gedəcək. Yuxuda və telefonda. Allahdan qorxun ey qardaşlarım. Telefon sizi hədər etməsin. Siz elm tələbələri və siz insanlara misalsınız. Hətta bəzi qardaşlarımız, Allah bizlərə və onlara hidayət versin, məsciddə belə səhifələrə girir, məscidlərdə şəkillərə baxır. Deyir ki, xəbərləri izləyirəm. Hansı xəbərləri? Məscid bunun üçün tikilməyib. Peyğəmbər sallallahu aleyhi və səlləm miniyini itirmiş, onun haqqında soruşan